Bugün Dünya Baxışda İran və Qərb dövlətləri danışıqlara hazırlaşır. Ərəb Liqası Kofi Annanın Suriyaya dair planını dəstəkləyəcək. Pis rəftara məruz qalmış 400 əfqan qadını həbs cəzası çəkir. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. İran Xarici İşlər Naziri Tehranın nüvə proqramı ilə bağlı dünya liderləri ilə danışıqların növbəti raundunun aprel ayının 13-də başlayacağını gözlədiyini bildirib. Onun sözlərinə görə danışıqların keçiriləcəyi yer hələ məlum deyil. Əli Əkbər Salehi dövlət televiziyasına açıqlamada deyib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa, o cümlədən Almaniya ilə keçiriləcək görüşün yeri qarşıdakı günlərdə müəyyən ediləcək. Xarici İşlər Naziri bu açıqlamanı İran Prezidenti Mahmud Əhməd-Nejad və digər dövlət rəsmilərinin nüvə məsələsini müzakirə etmək üçün İrana səfər edən Türkiyə Baş Naziri Rəcəb Tayyip Ərdoğanı qarşılayarkən verib. Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton deyir ki, yeni danışıqların vaxtı və yeri ilə bağlı razılıq yoxdur. İran dünyanın qüdrətli dövlətlərinin nümayəndələri ilə gələn ay Türkiyənin İstanbul şəhərində görüşmək istəyir. 2011-ci ilin yanvar ayında danışıqlar məhz burada keçirilmişdi. Ərəb Liqasının Xarici İşlər Nazirlərinin BMT-nin xüsusi nümayəndəsi Kofi Annanın Suriya böhranına dair planını dəstəkləyəcəkləri gözlənilir. Prezident Bəşər Əl-Əsəd təklifi dünən qəbul edib. Xarici İşlər Nazirləri sabah Ərəb liderlərinin İraqın paytaxtı Bağdadda keçiriləcək zirvə görüşündə təhlükəsizliyin təmin edilməsi barədə danışıqlar aparmaq üçün görüşüblər. Ərəb Liqası ötən il cənab Əsədin hökuməti zorakılıqları dayandırmadıqdan sonra Suriyanı üzvlükdən çıxarıb. Qərb diplomatları və Suriya müxalifəti Əsəd hökumətinin cənab Kofi Annanın atəşkəs planını qəbul etməsini skeptizmlə qarşılayıb. Onlar hökumət qüvvələri ilə üsyançılar arasında mübarizənin davam etdiyi bir vaxt Əsədin belə bir təklifi səmimi qəbul etməsinə inanmır. İnsan haqları müdafiəçiləri Əfqanistanda pis rəftara məruz qalmaqdan və zorla ərə verilməkdən boyun qaçırdıqlarına görə 400 qadının həbsxanada cəza çəkdiyini deyib. Hesabatda deyilir ki, çəkdikləri məşəqqətlərdən yaxa qurtarmağa çalışan qadınlar həyat yoldaşlarına xəyanətdə ittiham edilərək mənəvi cinayət adı altında həbsə alınır. Onlara qarşı təhqiramiz münasibət göstərən insanlar isə azadlıqda gəzir. İnsan haqları müdafiəçiləri 58 qadın və qızla müsahibə aparıb. Evlərinə kişi dəvət etdiyinə görə bir qadının əlinin onun başı, sinəsi və qoluna vintaçanla bir neçə dəfə xəsarət yetirildiyi deyilir. Hesabatda deyilir ki, Taliban bölgəyə nəzarət itirdikdən sonra Əfqanistanda qadın hüquqlarının qorunmasında əsaslı dəyişikliklər olub. Lakin qrup Əfqan məhkəmə ədalət sisteminin işləmədiyini vurğulayıb. ABŞ vətəndaşının üzərində bir çox cərrahın çətin hesab etdiyi sifət transplantasiya əməliyyatı aparılıb. Baltimorda yerləşən Maryland Tibbi Mərkəzinin Universitetində 100-dən çox cərrah və tibb bacısı 15 il əvvəl güllə zədəsi almış 37 yaşlı Richard Norrisin üzərində ötən həftə 36 saat əməliyyat aparıb. Norrisin yeni sifəti adı açıqlanmayan bir donordan köçürülüb. Eyni donorun ürək, ağciyər, ciyər və böyrəkləri başqa 5 nəfərin həyatını xilas edib. Əməliyyat ABŞ hərbisinin maliyyələşdirdiyi və 10 illər davam edən tədqiqat nəticəsində olub. Məqsəd Əfqanistan və İraq müharibələrində xəsarət almış veteranlara kömək etmək idi. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləməyi unutmayın. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Bununla da Vaşinqtondan verilişimiz başa çatır. Salamat qalın.